Hər vaxtınız xeyir olsun. 10 may 2026-cı il Dövlət İmtahan Mərkəzinin keçirdiyi blok imtahanına aid olan sınağın izahına baxaq. 3-cü qruplar üçün olan sınaqdır. Azərbaycan dili suallarından başlayırıq birinci sualdan. Deməli, uyğunluğu müəyyən edin. Hər iki baş üzv ismi birləşməklə ifadə olunub. Baş üzvlərdən biri feili birləşməklə ifadə olunub. İkinci dərəcəli üzv frazeoloji birləşməklə ifadə olunub. Gəlin uyğunlaşdıraq. Deməli, A variantında yazıb. Bunun düşmənə təslim olmaq əlaməti olduğunu yaxşı bilən hökmdar ona təəccüblə baxdı. Baxdı, xəbər. Kim baxdı? Hökmdar. Hansı hökmdar? Bunun düşmənə təslim olmaq əlaməti olduğunu yaxşı bilən. Yəni, təyinimizin ifadə vasitəsi feili sifət tərkibidir. Necə baxdı? Təəccüblə baxdı. Kimə? Ona. Bu da tamamlıqdır. Deməli, ikinci dərəcəli üzvümüz feili sifət tərkibidir. Baxırıq ki, ikinci dərəcəli üzv frazeoloji birləşmək istəyir. Ona görə A variantı heç birinə uyğun olmadığı üçün ümumiyyətlə A variantların içərisindən çıxırıq. Gəlirik B variantına baxırıq. Toy iştirakçılarının çoxluğu ev yiyəsinin böyük hörmətə malik olduğunun göstəricisi idi. Gəlin burada xəbəri tapaq, görək xəbər nədir? Fikir verin, göstəricisi idi də, burada nə görürsünüz? Mənsubiyyət. Mənsubiyyət özündən əvvəl yəli halı istəyir, düzdürmü? Belə hal olanda tez qaçıb birinci xəbəri işarə eləməyin. Baxın, görün, bunun yəli halı hardadır? Fikir verin, ev yiyəsi, ikinci növ təyin söz birləşməsi deyirik də, indi köhnə adı ilə parçalanmaz. Ev yiyəsinin hörmətə malik olduğu, fikir verin, ev yiyəsinin hörmətə malik olduğu parçalanmaz. Malik olduğunun göstəricisi də parçalanmaz. Ev yiyədən ayrılmaz. Sonra yiyə sözü malik olduğundan ayrılmaz. Malik olduğunun sözü də göstəricisindən ayrılmaz. Çünki bir-biri ilə əlaqədə, birləşmədə olan sözlərdir. Ona görə bütövlükdə xəbərdir. Mübtədamız da nədir? Toy iştirakçıları. Bax, toy iştirakçıları ismi birləşmədir. Bunun köhnə adı nədir? İkinci növ təyin söz birləşməsi parçalanmaz. İştirakçılarının çoxluğu da üçüncü növ deyirik buna. Bu da parçalanmaz. Ona görə bütövlükdə bu da mübtədə olacaq. Nə ev yiyəsinin böyük hörmətə malik olduğunun göstəricisidir. Toy iştirakçılarının çoxluğu. Deməli, mübtədamız ismi birləşməklə ifadə olunubdur. Deməli, xəbərimiz də ismi birləşməklə ifadə olunubdur. Hər iki baş üzv ismi birləşməklə ifadə olunub. Ona görə 1-ə yazırıq B variantı. 1 oldu B. Keçək C variantına. Qulaq asdığı kədərli əhvalat onun əhval-ruhiyyəsini tamamilə alt-üst etdi. Alt-üst etdi nə? Əhvalat. Hansı əhvalat? Kədərli. Hansı? Qulaq asdığı. Nəyi alt-üst etdi? Onun əhval-ruhiyyəsini. Düzdürmü? Necə? Tamamilə. İndi baxın, qulaq asdığı frazeoloji birləşmədir və görürsünüz ki, təyindir. Ona görə ikinci dərəcəli üzv frazeoloji birləşməklə ifadə olunub. 3-ə yazacaq C. Daha sonra keçək D variantına. Baxın, dünən kəndə gələnlər bu gün onların şərəfinə təşkil olmuş qonaqlıqda iştirak etdilər. İştirak etdilər kim? Dünən kəndə gələnlər. Nəyə görə dünəni ayırmırıq? Çünki burada bu gün var. Bu gün iştirak ediblər. Dünən iştirak eləməyiblər ki, dünən gəliblər. Dünən kəndə gələnlər iştirak etdilər. Harda iştirak ediblər? Qonaqlıqda. Hansı qonaqlıqda? Onların şərəfinə təşkil olunmuş. Nə vaxt iştirak ediblər? Bu gün iştirak ediblər. Baxırıq ki, xəbərimiz mürəkkəb feildir. Mübtədamız da feili birləşmədir. Yəni feili sifət tərkibi. Baş üzvlərdən biri feili birləşməklə ifadə olunubmu? Bəli. Deməli, 2-yə yazacaq D. Sonra keçirik Y variantına. Böyük heyranlıqla dinlədiyi musiqi qızı birdən-birə sehirli bir aləmə apardı. Apardı nə musiqi? Hansı musiqi? Böyük heyranlıqla dinlədiyi nəyə aləmə? Hansı aləmə? Sehirli. Kimi? Qızı necə birdən-birə? Deməli, burada baxırsınız ki, mübtəda xəbər adi nitq hissəsi ilə ifadə olunub. İkinci dərəcəli üzvümüz yenə nitq hissəsi ilə ifadə olunub. Birdən-birə sehirli yenə nitq hissəsidir. Qızı, aləmə nitq hissəsidir. Böyük heyranlıqla dinlədiyi, bu da feili sifət tərkibidir. Belə bir şey yoxdur. Verilən 3 bəndin içərisində. Ona görə 1B, 2D, 3C. Yəni, birinci sualımızın doğru cavabı olur B variantı. Keçirik növbəti suala.
İkinci sualda nə istəyir bizdən? Ölçən nə qədər uzun olsa, hərlənib doğanaqdan keçər cümləsi haqqında deyilənlərdən biri səhvdir deyir. Sağ isə bilirsiniz ki, olan cümlələr tabeli mürəkkəb cümlələrdir və sağ isə budaq cümlədə olur. Yəni bunun sxemi olur. Budaq, baş sxemi. Budaq baş sxeminə uyğundur, düzdür. Tərkibindəki cümlələr feili xəbərlidir. Uzun olsa, bir də keçər, feili xəbərlidir, düzdür. Baş cümlədə uzlaşma əlaqəsindən istifadə edilməmişdir. Uzlaşma əlaqəsi mübtəda və xəbər arasında olur. Bir də ikinci, üçüncü təyin söz birləşməsi. Qısası mübtəda xəbər yoxdur deyə nədən keçər? Doğanaqdan, hərlənib də zərflik, düzdürmü? Baxın, mübtəda xəbər uzlaşması yoxdur deyə, bəli, uzlaşma əlaqəsindən istifadə edilməmişdir. Bağlayıcı söz və şərt şəkilçisi budaq cümləni baş cümləyə bağlayan vasitələrdir. Nə qədər bağlayıcı sözdür, sağ sədə şərt şəklinin şəkilçisidir. Y də düzdür. B-yə baxaq, komponentlərdən biri şəxssiz cümlədir. Siz bilirsiniz ki, şəxssiz cümlələrin əvvəlinə ümumiyyətlə mübtəda artırmaq olmur, mübtəda təsəvvürü olmur. İndi baxın, uzun olsa nə? Örkən. Bu müəyyən şəxsi cümlədir. Hərlənib doğanaqdan keçər. Doğanaqdan keçər nə? Örkən. Görürsünüz ki, mən buna mübtəda artıra bildim. Yəni müəyyən şəxsi cümlədir bu. Şəxsi cümlə ola bilməz. Doğru cavab variantımız olur B variantı. Sonra 3-ə baxırıq. Feilin təsriflənməyən formalarına uyğun olaraq düzgün nümunələrin ardıcıllığını müəyyən edin. Məstər, feili, sifət, feili bağlama. Asan bir sualdır. Ah, mən gündən günə bu gözəlləşən anəni gördünüzsə feili sifətdir. Bu feili sifətdir. Maral çıxdı dağ döşünə, səhər vaxtı gülə-gülə, gülərək. Bu feili bağlamadır. Bu feili sifət idi. İkincisi feili bağlamadır. Siyah zülfü tər buxaqda dənlənib. Burada ümumiyyətlə feilin təsriflənməyən forması yoxdur. Lalə tək qızarmaq, bu da məstərdir. Məstər. 3 ümumiyyətlə variantlarda yoxdur. 3-ü çıxdıq və birinci feili sifət gəlirsə, bunu nətər uyğunlaşdıraq? Baxın, birinci feili sifət gəlib. Feili sifətin yanına bura 1 yazırıq. Məstər neçəncidir? 4-cü. Bura 4 yazırıq. Feili bağlama neçəncidir? 2-ci. Burada 2 yazırıq. Oldu 4, 1, 2. Yəni düz yazıb C variantı. Sonra hansı cümlədə eyni məna növünə aid olan 2 ədat işlənmişdir? Eyni məna növünə aid olan 2 ədat. A variantında o kaş sənin xətrinə dəyəcək bir kəlmə də deməyəydi. Fikir verin. Kaş arzu ədatıdır, bir qüvvətləndirici. Getdi. Bəli, bir neçə dəqiqə sonra artıq hamı öz yerində oturmuşdu. Baxın, burada bəli təsdiq inkar ədatıdır. Sonra artıq qüvvətləndirici ədatdır. Ona görə fərqli məna növüdür. Eyni məna növü deyil. Sizin bura gəlişinizdən heç o da xəbər tutmasın. Bir dənə burada heç ədatı işlənibdir. Bir inkar ədatı var. Bunu çıxdıq. Məgər xarici qonaqların qayıtmasını məhz sizə xəbər veriblər. Məgər sual ədatıdır. Məhz dəqiqləşdirici ədatdır. Ona görə fərqli məna növüdür. Çıxdıq. Yəni vaxtını boş yerə keçirdiyini başa düşürsənmi? Həmişə ədatlarda bitişik yazılanlara diqqət edin. Hiylə kimi gətirib o tip ədatları verirlər variantlarda. Sual ədatlarımız hansılardır? Bəs, məgər, yəni, kimi? Bəs, məgər, yəni, kimi? Yəni, sual ədatı mı? Sual ədatı. Cavab olur Y variantı. Sonra, verilən xüsusiyyətlərdən hansı sözün fonetik təhlilinə uyğundur? Yazılışı ilə tələffüzü arasında 3 fərqli məqam var. 2 cingiltili, 3 kar samit işlənib, sözdə bir uzun sait işlənib, ahəng qanunu gözlənilməyib. Bu tip suallar əslində çətin görünməsin sizə. Burada nəyə baxacaqsınız? Seçin birini. Tutaq ki, bax, deyir ahəng qanunu gözlənilməyib. Düzdürmü? Bunu seçin, yavaş-yavaş çıxın, əliyin, ondan sonra yerdə qalan variantları götürün. Baxın, bitkinlik sözündə ahəng qanunu gözlənilib. Deməli, yazacağımız variantlardan seçəcəyimiz variantın içərisində C yoxdur. Sonra riqqətlə, görürsünüz, seçəcəyimiz variantın içərisində bu yoxdur. 2 variantı elədik. Gəlin, indi digər sözlərin tələffüsünü yazaq. Sakitlik sözü necə tələffüs olunur? Bir dəqiqə. Bu uzanmanı götürək. Sakitlik. Bu formada tələffüs olunur. Vahidlik sözü də onu kimi yazıram. Vahidlik.
vahidlik şəklində tələffüz olunur. Vahidlik. Gələk indi xainlik sözünə. Necə tələffüz olunur? Xa. Bilirsiniz ki, iyli birləşmələrdə tələffüzdə y artırılır. Y. Xainlik. Tələffüzlərin yazdıq. İndi gəlin baxaq görək hansına uyğundur. Yazılışı ilə tələffüz arasında deyir 3 fərqli məqam var. Xainlikdə neçə dənə fərqli məqam var? Y bir dənə, sonra L, N-yə keçib 2 dənə, K da i səsini verir 3 dənə. 3 fərqli məqam var, uyğundur. 2 cingiltili 3 kar samit işlənib. 2 cingiltili 3 kar. Cingiltili samit görürsünüz 3 dənədir. 2 dənə N, bir dənə də Y. Ona görə 3 cingiltili samit olduğuna görə Y olmaz. Yeni çıxdıq variantlardan. Gəldik sakitlik yoxsa vahidlik. Sakitlik sözünə baxaq. Yazılışı ilə tələffüz arasında deyir 3 fərqli məqam var. Sakitlik yazılır, sakitlik deyilir. 2 dənə fərqli məqam oldu. Uzanma fərq sayılmır, bilirsiniz. Deməli, A variantı da olmaz. Bəli, doğru cavab vahidlikdir. Vahidlik. Vahid D T-yə keçib 1, L D-yə keçib 2, bir də K i səsini verir 3. 3 fərqli məqam var, düzdür. 2 cingiltili 3 kar samit var. V və D cingiltili, H, T və I kardır, düzdür. Sözdə bir uzun sahit işlənib A uzanır, düzdür və ahəng qanununda gözlənilməyib. Doğru cavab variantı olur vahidlik sözü, düzdür. Mürəkkəb adlardan birinin yazılışında səhvə yol verilmişdir. A variantına baxın, Beynəlxalq Qadınlar Günü. Sizə demişdik ki, günü sözü olan bu beynəlxalq bayramlarda günü sözü böyüklə yazılır. Beynəlxalq Qadınlar Günü böyüklə olmalıdır. Milli Müstəqillik Günü böyüklə olmalıdır. Elə A variantında yazılış səhvdir. Doğru cavab olur A variantı. Azərbaycan Yazıçılar Birliyi düzdür. Dağüstü Park düz yazılıbdır. Bakı şəhər icra hakimiyyəti düzdür. Abşeron yarımadası düzdür. Keçdik 7-ci suala. Nümunələrdən birində necə sözü sifətin yerində işlədilmişdir? Sifətin yerində işlədilməsi üçün, yəni özündən sonra adətən isim işlənməlidir. Asif, atan sənə necə ayaqqabı almışdı? Məsələn, deyirsən, qara ayaqqabı, sarı ayaqqabı, nə bilim, gözəl ayaqqabı, belə. Yəni, necədən sonra görürsünüz, isim gəlibsə, ismin izah edir. Təbii ki, necə sözü burada sifətin yerində işlənib. A variantıdır cavab elə. Qardaşınızın necə oxumağından, necədən sonra feil gəlibsə, burada zərfin yerində işlənibdir, zərfin. Necədən maraqlı insanlar var imiş, nə maraqlı, necə maraqlı, burada ədatdır. Nə düşündüyümü, necə davranacağımı, necə davranmaq, feil gəldiyi üçün zərfin yerində işlənibdir. Gör necə yaraşır, Muğana Ceyran. Burada da özündən sonra feil gəldiyi üçün zərfi yerində işlənib. Doğru cavab olur A variantı. Sonra zərflə bağlı səhv fikirləri müəyyən edin. Bütün cümlə özvləri vəzifəsində işlənə bilir. Bu doğru fikirdir. Məsələn, gəlin mübtəda kimi işlənək zərfi. Deyirsən ki, aşağı təmizlənir. Təmizlənir hara? Aşağı. Düzdürmü? Sonra deyirsən ki, məsələn, deyirsən, hələ, gecdir. Düzdürmü? İndi gecdir. Xəbər oldu, mübtəda xəbər oldu. Gəlin təyin kimi işlədək. Yuxarı, nə bilim, mərtəbədə təmir gedir. Hansı mərtəbədə? Yuxarı, təyin getdi. Sonra zərflik vəzifəsində zaten zərf cümlədə zərflik olur. Və ora gedir. Hara gedir? Oraya. Nə qaldı? Tamamlıq. Deyir, aşağını yoxladılar. Haranı, aşağını. Tamamlıq da olur. Deməli, bütün cümlə özvləri vəzifəsində işlənə bilir. Biri çıxdıq. Variantlarımızda bir yoxdur. Digər nitq hissələrindən fərqli olaraq isimləşə bilmir. Əslində, zərfin isimləşməsi deyə bir şey keçirilmir. Amma isimləşəndə, məsələn, aşağılar, yuxarılar deyə isimləşdirə bilərik. Onun üçün 2 yanlışdır. Cəmiyyət zərfləri yalnız hərəkətə aid olur. Bu da səhvdir. Nəyə görə? Məsələn, xeyli gözəldir. Sifətə də aid ola bilər. Xeyli gözəldir. Deməli, 3 də səhvdir. 2, 3. 2, 3 də cavab elə C olacaq. Həm təsriflənən, həm də təsriflənməyən feilə aid ola bilir. Düzdür. Yəni, zərf üçün feilin fərqi yoxdur. Deyirsən ki, xeyli oxumaq və ya xeyli oxudu.
Görsən həm təsriflənən, həm də təsriflənməyən feilə aid ola bilir. Bu düz fikirdir. 1-də olmaz, 4-də olmaz. 1 ilə 4-ü variantlardan ümumiyyətlə çıxmaq lazımdır. Variantımız çıxır. Zərfin başqa nitq hissələrinin eyni sualları yoxdur. Zərfin sayla, zərfin sifətlə eyni sualları var. Hətta məsələn hara sualı da var deyə isimlə də eyni sualı var. Başqa nitq hissələrindən də zərf düzəltmək mümkündür. 6 da düzdür, 5 səhv idi. Məsələn, başqa nitq hissələrindən zərf düzəldək, saydan zərf düzəldək. Bircə gəldilər, saydan düzəltmiş zərfdir. Cavab oldu 2, 3, 5 C variantı. 9-cu sual. Qrammatik normanın pozulması ilə bağlı uyğunluğu müəyyən edin. Norma pozuntusun burada necə istəyir bizdən? Deyir, söz sırasının pozulmasına görə, şəkilçilərin ardıcıllığının gözlənilməsinə görə, mübtəda ilə xəbər arasında uzlaşmanın pozulmasına görə. Atını 4 nala çapdırır külək. Külək atını 4 nala çapdırır. Görürsünüz, mübtəda ilə xəbər. Mübtəda sonda işlənibdir. Deməli, söz sırasının pozulmasına görə 1-ə yazdıq A. Keçmişdir onlara qəzəbin niyə? Qəzəbin onlara niyə keçmişdir? Qəzəbin onlara niyə keçmişdir? Fikir verin, xəbər sonda işlənib. Yenə söz sırasının pozulmasına görə A, B. Onlar səndən aralı düşmüşlərdir. Ana, xitab söz sırasının pozulması deyil, yəni xitaba baxmıram. Sadəcə burada nə olmalıdır? Onlar səndən aralı düşmüşdürlər. Lar sonda olmalıdır. Şəkilçi ardıcıllığı gözlənilməyibdir. 2-yə C yazdıq. Mübtəda ilə xəbər arasında uzlaşmanın pozulması. Hər ikisi birdən dilləndi olmalıdır. Dilləndi. Deməli, 3-ə də Y yazırıq. Səhralar al-əlvan rəngə boyanır. Burada kəmiyyətə görə uzlaşma gözlənilməsə də, amma demək, qrammatik norma gözlənilibdir. Yəni, qrammatik norma pozulmayıbdır D variantında. D variantına bax, bunu yadda saxlayın. Qrammatik norma başqa şeydir, kəmiyyətə görə uzlaşma başqa şeydir. Kəmiyyətə görə uzlaşma olmaya bilər, amma qrammatik norma gözlənilib D-də. Ona görə D-ni çıxırıq. Dərs izahlarında bunu dəfələrlə vurğulamışıq. D olmaz, D doğru variantdır. Cavab olur 1BA, 2C, 3Y. 1AB, 2C, 3Y. Yəni doğru yazıb B variantı. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Baxaq. Tural, burada bir qoşa nöqtə qoymalıyıq. Çünki turalın nitqi var. Və altda gəldiyi üçün onun nitqi əvvəlində bir tire işarəsi qoyacaq. Və vergül. Hə, necə gedib gəldin? Vergül. Qəhrəman xanım. Sual verir axı. Sual. D-dən əvvəl də bilirsiniz ki, vergül tire, sual tire, nida tire olur. Tiremizi də unutmuruq deyə soruşdu. Bu da müəllifin nitqidir. Deməli olur qoşa nöqtə, tire, vergül, vergül, sual, tire. Oldu 2 tire, 2 vergül, 1 sual, qoşa nöqtə. 2 tire, 2 vergül, sual, qoşa nöqtə. D variantı. Müqayisə cədvəlinə əsasən uyğun fikirləri müəyyən edin. Müqayisə cədvəlinə əsasən uyğun fikirlər. Baxaq. Gəlin cümlələrimizi deməli təhlil eləyək. Yalnız elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Xəbərimiz apara bilər. Apara bilər xəbər. Nə? Elm. Nəyə apara bilər? Bəşəriyyəti. Bəşəriyyəti apara bilər. Nəyə apara bilər? Həqiqətə, ədalətə, bir də xoşbəxtliyə. 3 tamamlığımız həmcinsdir burada. Xəyal qanadlarında uçan elm möcüzələr yaratmağa qadirdir. Qadirdir xəbər. Nə? Elm. Hansı? Xəyal qanadlarında uçan. Nəyə qadirdir? Möcüzələr yaratmağa. Təhlil etdik. Və bizdən nə istəyir? Deyir, müxtəlif köməkçi nitq hissələri eyni funksiyanı yerinə yetirmişdir. Yalnız burada ədatdır, qüvvətləndirmə, vədən bağlama funksiyasını yerinə yetirir. Yəni, eyni funksiyanı yerinə yetirməyibdir. Ona görə bir səhvdir, bir ola bilməz. Birləri çıxdı, biri bağlama, biri qüvvətləndirmə funksiyasını yerinə yetirir. Tamamlıqların arasında tabislik əlaqəsi vardır. Həqiqətə, ədalətə, xoşbəxtliyə həmcins tamamlıqlar olduğuna görə aralarında tabislik əlaqəsi var, düzdür. İndiki zaman məzmunlu fe'li sifət tərkib yaratmışdı. Xəyal qanadlarında uçan doğrudur, biri də 3-dür. Məstər tərkibi müstəqil cümlə özvü olsa da, fe'li sifət tərkibi müstəqil cümlə özvü deyil. Fe'li sifət tərkibi də müstəqil cümlə özvüdür, məstər tərkibi də. 4 səhv fikirdir.
Sözün quruluşca hər üç növünə aid nümunə işlənmişdir. Baxaq görək. Deməli, apara bilər xəbər, bəşəriyyət düzəltmə, ədalət, həqiqət, sadə, sonra xoşbəxtlik mürəkkəb. Deməli, burada var quruluşca üç növ. Xəyal qanadlarında sadə, uçan sadə, elm sadə, möcüzələr sadə, yaratmaq sözün kökü yaratdı elə sadə, qadirdir sadə. Demək, ikinci cümlədə sözün quruluşca yalnız bir növündən istifadə olunub. 5 səhvdir. Qrammatik əsas təşkil edən üzvlər nitq hissəsi ilə ifadə olunmuşdur. Yəni mübtəda xəbər. Elm mübtəda, apara bilər feil, elm daha doğrusu isim apara bilər feil, mürəkkəb feil, düzdür. Elm yenə mübtəda, qadirdir. Sifət bu da. Deməli, ayrı-ayrı nitq hissələrdir, düzdür. 6 düzdür. Cavabın bir də 6. Cavab olur 2, 3, 6. Yəni A variantı. Sonra, açıq aydın sözündəki kimi eyni şəkildə səs dəyişməsi hansı cümlələrdə müşahidə olunur? Açıq aydının, deməli, tələffüzünü yazaq. Açıq, aydın. Niyə görə ğı? Çünki özündən sonra sait gəlib. Müəllimimiz açıq fikirli tələbələrə, açıq bu x olacaq. Çünki özündən sonra samit gəlib. Nəsə suallar mənə rahat gəlir. Fəxrəndə, yəni ötən ilin qəbullarına nisbətən, sınaqlarına nisbətən, bilmirəm, bəlkə sınaq olduğuna belə yazıblar. Fəxrəndə qarı nəvəsinin maraq içində, sait gəldiyinə görə bu olacaq ğı, biri 2-dir. Açıq yaşıl, bu x-dır. Çıxdıq. Ana vətən qucaq açıb bütün övladlarını qoynuna aldı. Qucaq ğı olacaq çünki sait gəlib. Bu ittifaq içində çox hadisələr olmuşdu. İttifaq k olsa da ayrılıqda. Özünə sait gəldiyi üçün ittifaqın q qalacaq yerində. Niyə? Çünki ittifaq sözü x kimi tələffüz olunmur ayrılıqda. K kimi tələffüz olunur. Sait gələndə də q-yə keçir. Ona görə 5 olmaz. 2, 4. D variantı. Hansı nümunələrdə quruluşca düzəltmə olan isimlər eyni halda işlənmişdir? Bakıda peşəkarlar, xalçat. Deməli, peşəkar sifətdir. Bizə isim lazımdır. Bunu çıxdı. Xalçaçı, zərgər, papaqçı, saatsaz və s. çox olardı. Hamısı adlı haldadır. Xalçaçı, zərgər, papaqçı və saatsaz çox olardı. Çox olardı kim? Xalçaçı, zərgər, papaqçı, saatsaz. Hamısı adlı haldadır. Biri bir deyiləm. Satıcılar tərifləyir. Alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər. Düzəltmə isimlər satıcı, alıcı. Hər ikisi də tərifləyir kim satıcılar, pisləyirdilər kim alıcılar. Hər ikisi adlı haldadır. 2. İndi gənclik Bakını sevir. İndi Bakı onlar üçün işıq və bilik mənbəyi olmuşdur. Deməli, burada düzəltmə isimlər bilikdir. Sonra isim deyirəm, gənclikdir. Sonra harda var orada? İndi onlar üçün işıq və bilik mənbəyi yoxdur. İndi gənclik Bakını sevir. Sevir gənclik. Gənclik adlı haldadır. Bilik mənbəyi, bilik də yəli haldadır. Fərqli olduğuna görə bunu çıxdıq. Uçuq evləri görərkən dağılmış insan yurdunun bu xarabalığı qarşısında yolçunun gözləri yaşardı. Baxın, insan yurdunun xarabalığı, xarabalığın da qarşısı. Bu yəli haldadır. Xarabalıq germəyin yəli haldadır, yəlik. Yolçunun gözlərdə bu da yəlikdir. Deməli, biri də 4-dür. Dünyanın ən hiyləgər, mahir kələkbazları saat ilə təqvimə əl qata bilmədilər. Yalnız vaxtı, zamanı aldada bilmədilər. Baxaq görək, burada düzəltmə isim varmı? Kələkbaz sifətdir, hiyləgər sifətdir. Yoxdur burada. 5-i çıxdıq. Sonra şeytanın həm elmi əsasları, həm də fərziyyələri çox inandırıcı görünürdü. Fərziyyədir bir dənə, elmi sifətdir və salam. Yəni, burada bir dənə də düzəltmə. Onun üçün çıxdıq. Cavab 1, 2, 4. D variantı. Sonra, subyektin hərəkəti öz üzərində icra etdiyi cümlələri müəyyən edin. Subyekt hərəkəti öz üzərində icra edirsə, sizdən qayıdış növ istəyir. Qayıdış növ. Biz dağ kəndinə çatanda hava qaralırdı. Görürsünüz,
Deməli, sifətdən yaranmış feil olduğu üçün bu məlum növdədir. Məlum. Həm də l deyə bir qayıdış növ şəkilçimiz yoxdur, ildir. Bilirsiniz ki, məlum növdən başqa feilin digər növlərinin hamısı feildən yaranmalıdır. Adlardan yaranırsa deməli məlum növdür. Biri çıxdıq, bir olmaz. Pəncərənin önünə qoyulmuş dibçəkdəki güllər açılırdı. Güllərin açılması, güllər öz-özünə açılır. Qayıdış növdür, 1-2-dir. Həkimin müalicəsindən sonra ayağının şişi çəkilirdi. Şiş öz-özünə çəkilir. Deməli, qayıdış növdədir. 2-3. Kebab üçün bastırma olmuş ət şişlərə çəkilmişdi. Kimisə tərəfindən şişə çəkilib. Məchul növdür. Ona görə 4-ü çıxdıq. Payızın gəlişi ilə yarpaqlar qızılı rəngə boyanmışdı. Yarpaq öz-özünə boyanır. Deməli, qayıdış növdür. Qış gələndə parkdakı palmalar sellofana bürünür. Kimisə tərəfindən bürünür. Məchul növdür. Deməli, altında çıxdıq. Cavab 2-3-5 C variantı. Bunlardan biri məzəmmət sözünün sinonimidir. Məzəmmət nə deməkdir? Danmaq deməkdir. Ona görə doğru cavab variantı elə Y-dir. Burada təşəxxüs var. Təşəxxüsün mənası lovğalıq, təkəbbür deməkdir. Rişxəndin mənası istehzadır, kinayədir, yəni ələ salma deməkdir. Etinasızlığın mənası da diqqətsizlik, hörmətsizlik, sayğısızlıq, saymazlıq deməkdir. Gileyin mənası da narazılıq, şikayət deməkdir. Deməli, elə doğru cavab Y-dir. Beləliklə, uşaqlar şəhərdən qaydanda artıq hava qaralmışdı cümləsinin tərkibində hansı müstəqil mənalı sözlər çıxarılsa, onun sintaktik təhlil sxemi dəyişməz. Birinci gəlin cümləni sintaktik təhlil eləyək. Qaralmışdı nə? Hava. Nə vaxt, nə zaman? Uşaqlar şəhərdən qaydanda. Düzdür. Müstəqil mənalı sözlər deyirsə, deməli, burada olmalıdır əsas nitq hissələri. Yəni, beləliklə olmaz, artıq olmaz. Bunlar köməkçi nitq hissələridir. 2 variantımız qalır. Ya Y, ya da D. Fikir verin, havanı çıxsaq mübtədə olmayacaq cümlədə. Ona görə Y ola bilməz. Uşaqlar sözünü çıxsam, şəhərdən qaydanda artıq qaralmışdı. Yenə də zərflik olacaq. Təsəvvür edin, burada uşaq sözü yoxdur. Yenə də zərflik. Hal-hazırda cümləmizin sxemi nədir? Zərflik, mübtəda, xəbər deyil. Zərflik, mübtəda, xəbər. Düzdür? Təsəvvür edin, uşaqlar sözünü çıxsaq, yenə zərflik, mübtəda, xəbər. Və ya şəhərdən sözünü çıxın, uşaqlar qaydanda yenə də zərflik, mübtəda, xəbərdir. Ona görə doğru cavab elə D-dir. Sonra danış feilinə uyğun gələn qrammatik şəkilçilər artırmaqla yaranan cümlə özvləri ilə bağlı uyğunluğu müəyyən edin. Meydana yığışan hamı kimə təəccüblənər? Danışana. Burada feili sifət olar. Kimə? Danışana. Tamamlıq olar. 3-ə A yaza bilərik. Kimə təəccübləndi? Danışana. Kim hamı təəccübləndi? Kimə? Danışana. Deməli, bura A yaza bilərik. Feili sifət yazsaq danışana. Danışmaq gümüşdürsə, susmaq qızıldır. Gümüşdürsə nə? Danışmaq. Mübtədadır. Deməli, bunu niyə A yazdıq ki? Bura 1-ə A yazdıq. Bir dəqiqə qarışdırdıq. 3-ə A yazdıq. Yəni tamamlıq. Danışana. Kimə? Mübtəda danışmaq dediksə 1-ə B yazdıq. Belə. O anlayırdı ki, vəziyyətdən ən yaxşı çıxış yolu baş verənləri olduğu kimi danışmaqdır. Danışmaqdır. Baş verənləri olduğu kimi danışmaqdır. Bütövlükdə xəbər olur. Bu da oldu nə? Xəbər. 2C. Danış nədənsə anlamırdıq. Danışığını nədənsə anlamırdıq. Nəyi danışığını belə deyə bilərik. Və ya danışmağını. Danışanda nədənsə anlamırdıq. Elə danışığını götürək ki, tamamlıq eləyək. Danışığını nəyi? Tamamlıq. 3D. Qonşumuzun oğlu Şərif yalan danışır. Bu da xəbər. Bu nə sualdır axı? Deməli, 2-yə də Y. Bikardılar. Sual qalmayıb götürüb belə şey yazıblar. 1-ə aiddir B. 2-yə aiddir C və Y. 3-ə də aiddir A və D. A variantı. Sonra, hansı cümlələrdə altına xətt çəkilmiş söz verilmiş xüsusiyyətlərin hamısına uyğundur? Altına xətt çəkilmiş söz hamısına uyğundur. Pis adam başqalarında da həmişə pislik axtarır. Yaxşı olar ki, cümlələri birinci təhlil eləyək. Axtarır kim adam, hansı adam, pis adam, kimdə, başqalarında, nə pislik, nə vaxt, nə zaman, həmişə. Sonra, sevgisiz həyatı yaşamağa dəyməz. Dəyməz xəbər, nə? Sevgisiz həyatı yaşamağa
Daha doğrusu tamamlıq. Deməli, bunu necə eləyək? Tamamlıq. Nəyə dəyməz sevgisi həyatı yaşamağa. Valideynin övlada məhəbbəti təbii, övladın valideynə məhəbbəti isə iradidir. Təbiidir nə? Valideynin övlada məhəbbəti. Belə təhlil elədik. Uzun yaşamaq üçün deyil, düzgün yaşamaq üçün çalışmalıyıq. Bu istisna cümlələrdəndir. Niyə bunu salıblar bilmirəm. Əslində deyil müstəqil cümlə üzvü olmasa da bu belə olmalıdır. Uzun yaşamaq üçün çalışmamalıyıq. Yəni ona görə deyillə yazıb. Çalışmalı deyilik. Ona görə ayrıca xəbər. Bu da bütövlükdə uzun yaşamaq üçün bütövlükdə zəflik. Sonra çox böyük bir uğur, çox böyük bir plandan yaxşıdır. Burada altına xətt çəkmişsiniz. Çox güman ki, yaxşıdır. Yaxşıdır nə? Uğur nədən? Plandan, hansı plandan böyük? Nəsə, baxaq. Deməli, ümumi qrammatik mənasına görə sifətdir. Sifət olan başqalarına sözü. Sonra sevgisiz sözü olar. Təbii olar. Uzun burada sifət deyil. Çünki feili izah elədiyi üçün zərfdir. Bunu çıxdıq. Yaxşıdır sifətdir, düzdür. Müstəqil cümlə üzvüdür. Müstəqil cümlə üzvüdür. Hər ikisi, deməli, başqalarına müstəqil cümlə üzvüdür. Təbii müstəqil cümlə üzvüdür. Bir də sevgisiz müstəqil cümlə üzvü deyil. Ona görə içini çıxdıq. 4-ü də çıxmışdıq. Yaxşıdır da müstəqil cümlə üzvüdür. Təyin deyil başqalarından. Təyin deyil təbii. Təyin deyil yaxşıdır. Bəli, 1, 3, 5. Y variantı. Sadə idi bu da. Sadəcə həcmi böyükdür, amma sualların səviyyəsi sadədir, çox sadədir. Baxaq. Həmcins üzvlərdə köməkçi nitq hissəsi ixtisar olunmuşdur. Həmcins üzvlərdə şəkilçi ixtisar olunmuşdur. Həmcins üzvlərdə köməkçi söz, yəni idimiş isə ixtisar olunmuşdur. Baxaq. Humayun nəsə deyir, bəyim isə gözlərini aşağı dikərək onu dinləyirdi. Burada ümumiyyətlə həmcins üzv yoxdur. Deyən Humaydı, dinləyən bəyimdir. Bunu çıxdıq. A variantı olanları qəşəngcini çıxırıq variantlardan. Sonra hərdən pəncərənin qabağında dayanar, yazdığı əsər haqqında xəyala dalardı. Dayanardı, dayanardı, dalardı. D-yə görə ididir bu, köməkçi söz. Deməli, köməkçi söz B-dədir. Düz yazıb B. Dərdini ona bildirməmək, qanını qaraltmamaq üçün bir kəlmə də demədi. Bildirməmək üçün bir kəlmə demədi. Deməli, 1-ə C yazacaq. Duyğular daima yaşayır. O hisslər qol qanad açıb pöhrələnirdi. Duyğular daima yaşayır. O hisslər qanad açıb pöhrələnirdi. Yaşayan duyğulardır. O duyğular daima yaşayır. O hisslər pöhrələnər də hisslər. Burada həmcinslik yoxdur. Yaşayan duyğudur. Pöhrələnən hissdir. Getdi. Payız aylarında belə konsert və tədbirlər, konsertlər və tədbirlər tez-tez keçirilir. Şəkilçi ixtisar olunub. Bu da oldu Y. 1C, 2, 3B. Oldu B variantı. B. Cümlə üzvünün əlavəsi və xitab işlənmiş qeyri-müəyyən şəxsli cümlədir. Əlavə və xitab. Ağıllı oğlum. Səfərə gedəni, yol üstündə olanı hörmətlə yola salarlar. Ağıllı oğlum xitab. Səfərə gedəni, yəni yol üstündə olanı, səfərə gedəni, yəni yol üstündə olanı, tamamlığın əlavəsi var burada. Səfərə gedən, feili sifətin əlavəsi var, yol üstündə olan. Düzdür. A deyil cavab. Nəhayət bayrağımız Qarabağda, doğma torpaqda dalğalanır. Əlavə olsa da xitab yoxdur. Gülşəni, sənin uşaqlıq dostunu bizim məktəbdə müəllim təyin ediblər, xitab yoxdur. Əziz ata, bizi buraya hərbi hissəyə gətirdilər. Hə, bizdən qeyri-müəyyən şəxsi cümlə istəyir, ha. Qeyri-müəyyən şəxsi cümlə istəyir. Bir dəqiqə gözləyin, A olmaz. Nəyə görə? Çünki səfərə gedən yol üstündə olanı hörmətlə yola salarlar. Bu ümumi şəxsli cümlədir. Ümumi şəxsli cümlə. Arxasını oxumamışıq. Fikir verin ona görə. Səhv yazıbdır. B olmaz, C olmaz. Əziz ata, bizi buraya hərbi hissəyə gətirdilər. Gətirdilər kim onlar? D variantıdır. Əziz ata xitabdır. Buraya hərbi hissəyə əlavədir. Özü də qeyri-müəyyən şəxsi cümlədir. Yəni A variantı ümumi şəxsi cümlədir. Bizi Bakıdan, mərkəzdən yazılar, xitab yoxdur. Cavab D-dir burada. D. Sonra nümunələrə əsasən Venn diaqramında doğru fikirləri müəyyən edin. Venn diaqramındakı doğru fikirləri.
Çıxdı günəş, doldu cahan nur ilə. Bunu da oxuyanda o qız yadıma düşür, balaca o qız deyir, sən də oxu. Cütçü sürür tarlada cüt şur ilə. Çilçıraqlar üstə yanır axşamlar, möhtəşəm sütunlar nura boyanır. Özləri bilə-bilə birinci cümləni veriblər ki, ağlınız getsin TikToka. Ay, çox bilmişlər. Hə, nəysə, baxaq. Deyək ki, ikinci misrada xəbərlə mübtədanın yeri dəyişib. Cütçü sürür tarlada cüt şur ilə. Deməli, cütçü tarlada cütü şur ilə sürür. Sürür xəbər. Cütçü mübtəda, harda tarlada, cüt tamamlıq, şur ilə necə, vəcd ilə, şövqlə. Bu da zəflik. Həqiqətən də ikinci misrada xəbərlə mübtədanın yeri dəyişib. Gəlin amma ikinci hissəyə baxaq görək. Möhtəşəm sütunlar nura boyanır. Boyanır nə sütunlar? Burada dəyişmədiyi üçün bir düzdür. Bir niyə düz olsun ki? Mübtəda ilə xəbərin yeri dəyişməyib axı. Cütçü sürür. Mübtəda əvvəl, xəbər sonra. Burada da mübtəda əvvəl, xəbər sonra. Biri götürmürük uşaqlar. Nəyə görə götürmürük? Xəbərin yerini dəyişib. Xəbər yerini ikinci dərəcəli üzvlərlə dəyişib. Cütçü öz yerindədir də, mübtədanın yeri dəyişməyib axı. Cütçü tarlada cütü şur ilə sürür. Xəbər burada olmalı deyil. Bəli, ikinci dərəcəli üzvlə yeri dəyişib. Bir səhvdir, biri çıxdıq. Biri çıxdıq. Görürsünüz, qəşəng tam oxumaq lazımdır. Burada deyir, demir xəbər yerini dəyişib. Deyir, mübtəda ilə xəbər yerini dəyişib. Biri çıxdıq. Sadə isim tamamlığın ifadə vasitəsidir. Gəl baxaq görək sadə ismə. Çıxdı günəş. Hə, sadə isim tamamlığın ifadə vasitəsidir deyir. Burada biz cütü götürmüşük, amma ikinci cümləyə baxın. Möhtəşəm sütunlar nura boyanır. Boyanır nə sütunlar, hansı möhtəşəm, nəyə? Nura. Görürsünüz, sadə isim tamamlığın ifadə vasitəsidir. İki ortada olmalıdır uşaqlar. Nur sözünə görə. İkini də çıxdıq, cavabımız avtomatik çıxır. Fe'li xəbərlər fe'lin xəbər şəklində olan fe'llərlə ifadə olunub. Çıxdı, xəbər şəkli, sürür, xəbər şəkli, çıxdı, sürür, doldu. Görürsünüz, hamısı xəbər şəklindədir. Çilçıraqlar üstə yanır, yanır, xəbər şəkli, boyanır, xəbər şəkli. 3 düzdür. 4-ə baxaq. İkinci misradakı xəbər sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdir. İkinci misradakı cütçü sürür. Uşaqlar, xəbərlə mübtədanın uzlaşmasında xəbər aslıdır. İkinci dərəcəli üzvlə xəbərin uzlaşmasında deməli, xəbər əsas tərəfdir. Düzdür bu. Boyanırda da elədir. Sütunlarla boyanır əlaqədə olanda olacaq. Boyanır aslı tərəf, nura boyanır da boyanır olacaq əsas tərəf. 4 düzdür, 4-ü də götürdük. 5 mübtədalardan yalnız biri düzəltmə sözlə ifadə olunub deyir. Çilçıraq sadədir. Deməli, yox, bir dəqiqə. Çilçıraqlar üstə yanır, axşamlar yanır nə şamlar? Şamlar sadədir. Möhtəşəm sütunlar nura boyanır. Sütun da sadədir. Axı düzəltmə yoxdur burada. Şam da sadədir, sütun da sadədir. Deməli, 5 səhvdir. 6. Xəbər mübtəda ilə şəxsə görə uzlaşsa da kəmiyyətə görə uzlaşmayıb deyir. Sütunlar boyanır. Bəli, cəmdirsə cəm olmalıdır. Kəmiyyətə görə uzlaşmayıb. Digərinə baxaq, cütçü sürür, günəş çıxdı, cahan doldu. Düzdür. Digərində hamısı uzlaşıbdır. Amma burada sütunlar görürsünüz cəmdir. Boyanır tək olduğuna görə kəmiyyət pozulub, amma uzlaşma gözlənilib. 6. 3, 4, 6. Doğrudur. Tabesiz mürəkkəb cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Tabesiz mürəkkəb cümlələrlə bağlı uyğun fikir istəyir bizdən. Gəlin baxaq. Biri hadisənin səbəbini, digəri nəticəsini bildirir. Qız çox sevinmişdi. Gözləri fərəhdən parlayır. Asan suala oxşuyur. Bir hadisənin səbəbini, digər nəticəsini qız çox sevinmişdi, gözləri fərəhdən parlayır. Qız çox sevinmişdi. Ona görə də gözləri fərəhdən parlayır. Görürsünüz, ortaya ona görə də yaza bilirsinizsə, səbəb nəticə bilir. Yəni gözlərinin fərəhdən parlama səbəbi də çox sevinməsidir. Səbəb nəticədir, düzdür. Bir fikir digərindən qarşılaşdırılır. Qış fəsli çoxdan başlamışdı, ancaq havalar hələ də isti idi, ancaq var. Başlayan qış fəslidə isti olan havadır, düzdür, qarşılaşdırılır. Hadisələr deyir, ardıcıl baş verir. Nə sədr etiraz edir, nə də iclasdaşlar söz deyirdi. Bu zamandır. Zaman olduğuna görə burada yanlış yazıbdır. Yəni, zamandır, burada da deyir, ardıcıldır. Yanlış olduğuna görə düzdür.
Yəni doğru yazsaydı səhv götürəcəkdik. Hadisələr deyir eyni zamanda baş verir. Dilini dinc qoymur, hamıdan hörmət tələb edir. Bu sadə cümlədir. Məsələn, Əli dilini dinc qoymur, Əli hamıdan hörmət tələb edir. Sadə cümlə olduğuna görə 4-ü çıxdıq. Yəni doğru yox, yanlış yazılmalıydı. İki işdən birinin mümkünlüyü. Ya mən bir dəfəlik İstanbulu tərk etməli, ya da həmişəlik orada qalmalıyam. İkisi də mənə aiddir. Mən tərk etməliyəm, mən qalmalıyam. Sadə cümlə olduğuna görə doğru yox, yanlışdır. 4 ilə 5-ə çıxdıq, cavab 1 2 3. Sonra 23-ə baxaq. Müqayisə cədvəlinə əsasən yanlış fikirləri müəyyən edin. Yolu ağıl seçir. Seçir nə ağıl, nəyi yolu. Tamamlıq. İradə hərəkətə gətirir. Hərəkətə gətirir nə iradə. İnam isə yola işıq salır. İşıq salır nə inam. Deməli, bərabər hüquqlu cümlələrdən ibarətdir. Yəni, tabesiz mürəkkəb cümlədir. Bu düz fikirdir, bizə səhv lazımdır. Mübtədaların ifadə vasitəsi eyni nitq hissəsidir. Ağıl, iradə, bir də inam, düzdür, isimdir. Bunu da çıxdıq. Hələ gəl baxaq görək digərində necədir? Bəlkə ortaqdır, ortaq olsa səhv götürəcək. Səndə vuruşmaq əzmi hələ qalırsa, deməli, düşmən vaxtından əvvəl sevinir. Bərabər hüquqlu cümlə variantını yaxşı çıxmışıq, çünki bu cümlə tabeli mürəkkəb cümlədir, ikincisi. Səndə vuruşmaq əzmi hələ də qalır. Qalır nə? Vuruşmaq əzmi, deməli, düşmən vaxtından əvvəl sevinir. Sevinir kim? Düşmən. Mübtədalardan biri söz birləşməsi, digəri isə ismi sualına cavab verən sifətlə ifadə olunmuşdur. Düşmən isimdir, sifət deyil. Ona görə 3 səhvdir. Vuruşmaq əzmi ismi birləşmədir, amma düşmən də isimdir, sifət deyil. Ona görə 3 səhvdir. Zərfliklərdən birinin ifadə vasitəsində köməkçi nitq hissəsində iştirak etmişdir. Deməli, sevinir nə vaxt, nə zaman? Vaxtından əvvəl. Vaxtından əvvəl düzdür. Köməkçi nitq hissəsi iştirak edib. 4 düzdür deyə çıxdıq. Komponentlərdən hər biri müəyyən şəxsi cümlədir. Mübtəda xəbər olduğuna görə hamısı müəyyən şəxsi cümlədir. Altını çıxdıq. Leksik mənası olmayan bir söz işlənmişdir. İnam isə. Burada isə. Burada da deməli, düşmən vaxtından əvvəl. Baxın uşaqlar, burada var əvvəl, burada var deməli. 2 dənə söz var. Leksik mənası olmayan bir söz yox, 2 söz var. 6 da səhvdir. Deməli, 3 səhvdir, bir də 6 səhvdir. 3, 6. 3, bir də 6. Doğru cavab. Yəni, səhv fikirlər. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Xoşbəxt olmaq istəyirsənsə, əvvəl özünü tanı, bundan sonra arzularını idarə etməyi öyrən. Baxaq. Deyir, əvəzli zərf formasına uyğun gələn ismi birləşmə var. İsmi birləşmələrə baxaq. Birinci əvəzlikləri gələn baxaq görək. Burada özünü sözüdür. Tanı, kimi özünü, nə vaxt, nə zaman, əvvəl. Deməli, burada ismi birləşmə yoxdur. Yəni, əvəzli zərf formasında. Bundan sonra arzularını idarə etməyi öyrən. Öyrən nəyi? Arzularını idarə etməyi. Nə vaxt, nə zaman, bundan sonra. Arzularını idarə etməkdə əvəzli zərf forması yoxdur. Bundan sonra da ismi birləşmə deyil, bundan əvəzlikdir, sonra qoşmadır. Yəni, sizi bununla çaşdırmaq istəyiblər, bundan sonra ilə. Amma burada bilirsiniz ki, əvəzlik qoşmadır, əvəzlik zərf deyil. Uzlaşma əlaqəsi varmı? Tanı kimi özünü. Birinci burada gəlin buna baxaq. Mak plus istəmək ayrılmır. Xoşbəxt olmaq istəyirsənsə bütöv xəbərdir. Əvvəl özünü tanı. Burada uzlaşma əlaqəsi yoxdur. Çünki mübtədası yoxdur. Sən yoxdur burada. Bundan sonra arzularını idarə etməyi öyrən. Öyrən kimsən? Uzlaşma əlaqəsi yoxdur uşaqlar burada. Niyə belə yazıb? Bilmirəm. Əvəzlik zərf formasına uyğun gələn ismi birləşmə yoxdur. Uzlaşma əlaqəsi yoxdur. Əsas tərəfi mürəkkəb feillə ifadə olunmuş feili birləşmə görək var. Əsas tərəfi mürəkkəb feillə olan burada idarə etməyi sizi çaşdırmasın. Buna ismi birləşmə demirsiniz. Nəyə görə demirsiniz? Çünki buradakı şəkilçi təsirli yağ şəkilçisidir. Bu nə zaman ismi birləşmə olardı? Arzuların idarə edilməsi. Bax, çox abituriyent 100% bunu səhv eləyib. Baxın. Arzuların idarə edilməsi. Bax, edilməyi.
Tutaq ki, belə yazaq, qoy o formaya uyğun gəlsin. Və burada mənsubiyyət, burada yəli yalı olanda bu ismi birləşmə olur. Arzularını idarə etməyi öyrən. Nəyi idarə etməyi? Bu təsirli yaldır, mənsubiyyət deyil, bunu ismi birləşmə götürək. Əsas tərəfi mürəkkəb feillə ifadə olunmuş feili birləşmədir. Bəli, arzularını idarə etməyi feili birləşmədir. 3, biri 3-dür cavabımızın. Nümunədə yoxdur deyir. Aslı tərəfləri həm sifət, həm də isimlə ifadə olunmuş feili birləşmələr deyir. Burada feili birləşməmiz bir dənədir də, arzularını idarə etmək. Ona görə feili birləşmələr yoxdur axı burada, bu səhv fikirdir. 4. Sonra getdik. Tabesizlik əlaqəsi var. Harda var? Sən tanı, sən öyrən. Xəbərlərimiz arasında tabesizlik əlaqəsi var. Getdi. Aslı tərəfi isimlə ifadə olunmuş ismi birləşmə. Ümumiyyətlə, baxın, görün. Burada ismi birləşmə varmı? Əvvəl tanı, özünü tanı. Bundan sonra getdi. Bundan sonra öyrən. Arzularını idarə etməyi öyrən. Burada ismi birləşməmiz yoxdur. Ona görə 6 da səhvdir. Cavab olur 3, 4 və 6. 3, 4, 6. Sonra gəlin 25-ə baxaq. Klasteri tamamlaya bilən nümunələri müəyyən edin. Klasteri tamamlaya bilən nümunələr. Altından xətt çəkilmiş hissə bir leksik, bir qrammatik şəkilçidən ibarət deyil. Yük öz vaxtında göndərildi. Sözün kökü göndərmək. Göndərildi. Altından xətt çəkilmiş hissəmiz dərdir. Görək bu qaydaya hansılar uyğundur. Gedən arxacınca danışmazlar. Danış, mı ayrı, az ayrı, lar ayrı. İnkar və deməli zaman şəkilçisi. Biri 1-dir. Altından xətt çəkilmişsə bir leksik, bir qrammatik şəkilçidən ibarət deyil. Düzdür, 2 qrammatik şəkilçidən ibarətdir. Ona görə biri götürürük. Niyə götürməyib bu? Mənzili həvəslə bəzədərlər. Bəzəmək, bəzətmək, bəzədərlər. Bir leksik, bir qrammatik olduğuna görə dər. Bu ikini ayda bir leksik, bir qrammatik şəkilçidən ibarət deyildir. İbarət olanı götürüb. Vay vay. Tamamlaya bilən nümunəni istəyir də bizdən. Bu tamamlaya bilir. Amma bizdən nə istəyir? Bir leksik, bir qrammatik şəkildən ibarət deyildir. İçini çıxdıq. Olmayanı istəyir. Olmayanı istəyir. Məsələni sadə dillə anladın. Anlamaq, anlatmaq. D ayrı, n ayrı. Anlamaq, anlatmaq. Bir leksik, bir qrammatik şəkildir. Sözün köküdür. La, yəni sözün kökünün tərkib hissəsidir. La, t da leksik. 3 də götürürük. Ay vay. Siz qapını möhkəm bağladın. Bağ, bağla, bağlat, bağladın. Bir leksik, bir qrammatikdir. 4'ü götürmürük. İbarət olmayanı istəyir bizdən. Həvəsləmi qarşıladın? Qarşı, qarşılamaq. D ayrı, n ayrı. Deməli, 5'i də götürürük. 1, 3, 5'dir cavab. Aid olmayan istəyir. Altından xətt çəkilmiş hissə bir leksik, bir qrammatik şəkilçidən ibarət deyil. Ona görə 1, 3, 5. 2, 4'ü çıxırıq. Cavab 1, 3, 5'dir. Vay vay. Belə diqqətsiz olmayın uşaqlar sizdə. Əziyyətlə sualı tapıb gör axırda nə edib. Hansı sıradakı nümunələr müxtəlif məna növlərindən olan modal sözlərdən ibarətdir? Müxtəlif məna növlərindən olan modal sözlər istəyir. Fikrimcə, səncə, zənnimcə fikrin mənbəyidir. Olsun ki, olmaya, güman ki, güman şübhə bildirir. Xülasə, qısası demək, deməli xülasə, qısası demək. Bunlar da nəticə ümumiləşdirmə bildirənlərdir. Ona görə 5'i də çıxdıq. Sonra nəhayət, doğrusu, görünür. Nəhayət nəticə ümumiləşdirmədir. Doğrusu təsdiq bildirəndir. Bu nəticədir, bu təsdiqdir. Görünür də ehtimal, güman, şübhədir. Müxtəlif məna növlərdir. Biri 1, düzdür, təsdiq, yəqinli bildirəndir. Deyəsən, güman, şübhədir. Axır ki, bu da nəticə ümumiləşdirmədir. 1, 3. 27. Əlavələrlə bağlı uyğunluğu müəyyən edin. Mübtədanın, yer zərfliyinin və tamamlığın əlavəsini istəyir. Baxaq. Aşağı dünən qonaqların dayandığı yer indi bomboş idi. Bomboş idi. Hara aşağı, hara dünən qonaqların dayandığı yer. Deməli, yer zərfliyinin əlavəsi var. Yox. Hara?
uşaqlar mübtədanın əlavəsidir. Bomboş idi. Hara? Aşağı. Görürsüz, ismi xəbərdir. Hara? Dünən qonaqların dayandığı yer. Mübtədanın əlavəsi. Bu mübtəda. Mübtəda. 1, 2, 3. Bir ad. Mübtədanın əlavəsi. Aşağı bomboş idi. Hara? Bu arada zərfli ilə qarışdırırsınızsa haraya sualı verin. Haraya bomboş idi demirsiniz. Haraya sualı verəndə zərflik, verə bilməyəndə mübtəda olur. Mübtədadır. Biz yaylağı çobanların dəyə qurduğu yeri gəzib dolaşdıq. Hə, biz yaylağı dolaşdıq. Haranı. Görürsüz? Nəyin əlavəsi var? Çobanların dəyə qurduğu yeri tamamlığın əlavəsi. Deməli 2-yə B, 3-ə B daha doğrusu tamamlığın əlavəsi. Yaxınlıqdakı ağacın kölgəsində toplaşan uşaqlar mübahisə edirdilər. Yaxınlıqdakı ağacın kölgəsində toplaşan uşaqlar mübahisə edirdilər. Mübahisə edirdilər kim uşaqlar? Hansı yaxınlıqdakı ağacın kölgəsində toplaşan? Burada əlavə yoxdur. Orada qapının ağzında uşaqlar əyləşmişdilər. Əyləşmişdilər kim uşaqlar? Harda? Orada. Harda? Qapının ağzında. Görsən zərfliyin əlavəsi var. 2-yə D. Sonra fikri orada uşağın yanındaydı. Bax, tre qoyduq. Uşağın yanındaydı. Oradaydı. Xəbərin əlavəsi var. Xəbərin. Bunu götürüb yer zərfliyi yazmayın ha, qətiyyən. Orada fikri orada idi. İdini rahat artıra bilirsiniz. Orada idi, uşağın yanındaydı. Xəbərin əlavəsidir. 1A, 2D, 3B. 1A, 2D, 3də B olacaq. A, D, B. Sonra demək olar ki, bitdi bu. Bitdi. Mətnimizi istəyir. Gəlin mətni oxuyaq. Dünya şöhrətli Tac Mahal son bir neçə 10 illik ərzində öz parıltısını itirib, Aqra şəhərinin əhalisi və havanın çirkliyi artdıqca 17-ci əsrə aid xatirə məqbərəsinin mərməri qəhvəyi sarı rəngə çalmağı başlayıb. Çirkli hava hissəcikləri daşı elə bürüyüb ki, hətta muson yağışları da onları yuya bilməyib. Lakin bu rəng çirkli hava hissəcikləri daşı elə bürüyüb ki, hətta muson yağışları da onları təmizləyə bilməyib, yuya bilməyib, apara bilməyib, çıxara bilməyib, yaza bilərsiniz. Lakin bu rəng dəyişməsinin dəqiq səbəbini heç kəs bilmir. Bunun səbəbi istehsaldırmı, nəqliyyatdırmı, tikintidirmi, yoxsa başqa bir fəaliyyətdirmi? Sonra artıq ABŞ və Hindistan alimləri tərəfindən kəşf edilən bir araşdırma günahkarları müvəffəq edib, torpaq yollarda nəqliyyatın qaldırdığı toz və yanan zibil, kənd təsərrüfatı tullantıları, üzvü yanacaqlar, yerli sakinlərin yemək hazırlamaq və istilik üçün ocaqdan istifadə etdiyi peyin, bir də ordunun səbəb olduğu hiss. Problem parlamentdə ətraflı müzakirəyə səbəb olub. Bundan sonra Aqra şəhərinin rəhbərliyi insanlara yemək hazırlamaq üçün propan qazının verilməsi və minlərlə yük maşınının dizel yanacağından qaz yanacağına keçirilməsinin də daxil olduğu havanın tərkibinin təmizlənməsinə dair planları qəbul etdi. Olar təmizlənmə. Birində dedik, deməli, yuya bilmir, təmizləyə bilmir. Sonra təmizlənməsinə. Mətndən nöqtələri yeni uyğun gələn ifadələr bunlardır. Mətnə əsasən uyğun bəndi qeyd edin və seçiminizə əsaslandırın. Bunu görə bilmirəm mən. Nə yazılmışdı orada? Məsələn, orada necə yazılmışsa rəylərdə qeyd edə bilərsiniz siz. Mətndə altına xətt çəkilmiş cümlədə düzəliş etməklə yalnız yanlış məqamlarda yenidən yazın. Altına artıq ABŞ və Hindistan alimləri tərəfindən kəşf edilən bir araşdırma günahkarları müvəffəq edib. Uşaqlar, alim neynir? Alim araşdırma aparır. Deməli, artıq ABŞ və Hindistan alimləri tərəfindən aparılan, düzdürmü? Və ya edilən, alimlər tərəfindən aparılan, edilən bir araşdırma günahkarları müəyyən edib, günahkarları üzə çıxarıb, günahkarları aşkar edib. Bax, müvəffəq edibin yerinə yazırsınız, üzə çıxarıb, aşkar edib, müəyyən edib. Belə yaza bilərsiniz. Bu qədər. Bir dənə 29-cu sualdır ki, bunda bilmədim nədir. Uyğun bəndi qeyd edin və seçiminizə əsaslandırın. Nə demək istəyir? Bunu bilmədim. Nə uyğun bəndi? Kim yadında qalıbsa aşağıda yazar. Ümid edirəm, aydın izah oldu. Kim neçə dənə yazıb, rəylər hissəsində qeyd edərsiniz. Sağ olun.
Bu arada uşaqlar, sizə bir şey də xatırladım. Əgər bizim bu tip deməli suallar olan və ya biraz çətin suallar işləmək istəyirsinizsə, suallar olan qruplarımıza qoşulmaq istəyirsinizsə, qəbula qədər yüksək nəticə əldə etmək istəyirsinizsə, dərs qruplarımıza qoşula bilərsiniz. 055 597 01 51 nömrəsinə yazaraq qoşula bilərsiniz. Sağ olun.